Choose the correct variant. Doğru variantı seçin. They had a great time at the party last night. Keçən gecə onlar qonaqlıqda yaxşı vaxt keçirdilər. Biz burada ayrıcı sual, yəni tək question'ın qaydasını tətbiq etməliyik və birinci cümlə təsdiq olduğu üçün vergüldən sonra inkarda olmalıdır. Bu o deməkdir ki, artıq D və Y variantı doğru cavab ola bilməz, təsdiqdə yazılmışdır. Digər variantlarımızda isə köməkçi feili əsasən düzgün təyin olunmalıdır. Birinci tərəfdəki bizim xəbərimiz had a great time keçmiş sadə zamanda verilmiş bir zamanımızdır, yəni göstəricimizdir. Had isə burada əsas feil funksiyasını icra edir. Çünki bu birləşmə, yəni ifadəmiz have a great time'dır ki, keçmiş sadə zamanda had a great time şəklində yazılmışdır. Və had müstəqil xəbər olduğuna görə biz onu köməkçi feil olaraq diddən istifadə etməli, inkarını düzəltməliyik. Bu isə B variantında doğru cavab kimi göstərilmişdir. Qeyd etdiyimiz kimi had müstəqil xəbər olduğuna görə köməkçi feil kimi özü not qəbul edə bilməz ayrıcı sualda və cümlədə to be-nin forması olmadığı üçün were-dən də istifadə edə bilmirik. Ayrıcı sualımızda da verilən cümlənin mübtəda və köməkçi feilindən asılı olaraqdan vergüldən sonra did not say şəklində cümləni tamamlamış olacağıq.